Bu arada Rusiyanın paytaxtı Moskva şəhəri yenidən kütləvi dron hücumuna məruz qalıb. Bu hücumun bu il Ukraynanın Moskva və ətraf bölgələrə həyata keçirdiyi ən böyük dron hücumu olduğu bildirilir. Ən son məlumatları isə Rusiyadakı müxbirimiz Fərid Əkbərov çatdırır. Axşam saatlarından başlayaraq Ukrayna silahlı qüvvələri Moskva regionuna pilotsuz uçuş aparatları ilə hücum etməyə başlayıb. Moskva meri Sergey Sobyanin sutka ərzində paytaxt istiqamətində 65 təyyarə tipli pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Ötən gecəki dron hücumu bu il Moskva və ətraf bölgəyə Ukraynanın ən böyük dron hücumu olub. Moskva vilayətinin Troysk, Korolyov, Krasnopaxorsk, Dubna, Volokоламsk şəhərlərində dronların vurulduğu sakinlər tərəfindən görülüb. Bundan başqa Moskva istiqamətində uçan bir neçə pilotsuz uçuş aparatının Kaluga vilayətinin ərazisində vurulduğu bildirilib. Moskvaya kütləvi dron hücumu nəticəsində Vnukovo hava limanında uçuşlara bir neçə saatlıq məhdudiyyətlər qoyulub. Rusiya Müdafiə Nazirliyi də Moskvaya kütləvi dron hücumu ilə bağlı məlumat yayıb. Məlumatda ötən sutka ərzində ümumilikdə Rusiya ərazisində Ukrayna ordusunun 170 puasının vurulduğu açıqlanıb. Ukrayna pilotsuz uçuş aparatlarının Moskva regionu ilə yanaşı həmçinin Tver, Bryansk, Belqorod, Kaluga, Kursk, Smolensk, Tula, Rostov, Volgograd və Saratov vilayətləri, Krasnodar diyarı, Adıgey Respublikası, Krım yarımadası və Qara dəniz üzərində ələ keçirildiyi bildirilib.